Salam, xoş gördük hamınızı. Mən hələ ki işə gedə bilmirəm deyə, hələ ki ev vloqları sizin üçün paylaşıram. Artıq necə vloqdur, ancaq evdə bişirdiyim yeməklərdir, gördüyüm işlərdir sizin üçün paylaşıram. Çünki üstünüzə sağlıq. O birisi vloqlarda qeyd eləmişdim, Sara xəstələnibdi, üstünüzə sağlıq. Ona görə mən demək olar ki bir həftə işə getmədim, Sara da bağçaya getmədi, xəstə oldu deyə mən də işə gedə bilmədim. Evdə qaldım, elə Saraya baxırdım. Ona görə elə ancaq ki ev vloqları sizin üçün çəkirəm. Burada da yenə kinoya baxıram. Mən kinoya baxa-baxa iş görməyi sevirəm. Özü də həmişə belə biraz qorxulu kinoları sevirəm baxım. Ona görə həmişə elə kinolar seçib qoyuram. Uşaqlar üçün burada hələ ki məktəbdə idilər. Dedim onlar üçün yemək hazırlayım. Çünki bugün mən gəlib onları məktəbdən götürməli idim. Dedim gedənə kimi tez bişirim, hazır olsun yemək ki, gələndə uşaqlar məktəbdən ac olurlar. Artıq yemək hazır olsun. Toyuğun döşətini doğradım, yağda qızartdım, bişirdim, sonra yağda qızartdım biraz. Kartuşkanı da belə gördüyünüz kimi biraz dedim qoy maraqlı olsun, belə bəzəklik doğradım. Kartuşkanı da qızartdım. Qızardandan sonra elə tökdüm o qızartdığım toyuğun döşətinin üstünə ki, dadı bir-birinə qarışsın. Birlikdə bişirəndə onları kartuşka əzilir. Heç onu elə bəyənmirəm. Ona görə həmişə əti ayrıca qızardıram, kartuşkanı da ayrıca qızardıb, sonradan kartuşkanı ətin üstünə əlavə edirəm ki, ətin yağının, özünün dadı çıxsın kartuşkaya, daha da dadlı olsun yemək. Bir də belə yeməyin qırağında istədim salat kimi nəsə hazırlayım. Bu pomidor turşusunu uşaqlar elə belə sevmirlər. Amma elə ki bunu belə doğrayıram, biraz suyundan qatıram, bir də kişniş əlavə edirəm, salat kimi sevirlər. Elə yeyirlər. Elə daha dadlı olur. Nəinki elə belə. Sara da burada yanımda durubdu. Xəstə idi deyə heç məndən ayrılmırdı. Ona görə nə iş görürdümsə ya qucağımda tuturdum, ya yanımda belə durmalı idi ki, dursun. Yoxsa yerə qoysam ağlayırdı, qoymurdu işimi görüm. Xəstədir deyə mən də heç istəmirəm ki, ağlasın, pis olsun. Ona görə elə dedim ki, belə yanımda otursun.
İndi də gedirik qızların dalınca, qızları götürməyə dərsdən çıxmalıdırlar. Gəl Sarıçka, gəl otur. Qar da əriyibdi savsem, görürsünüz, heç nə yoxdur, nə krışalarda, nə yolda, heç yerdə heç nə yoxdur. Hər yerdə əriyibdi qar. Elə bir 2 gün, sıra gün yağmışdı da, indi savsem yoxdur, əridi. Çünki hava istidir. Mən çölə çıxdım, neçə gündür çölə çıxmıram, indi çölə çıxdım ki, necə istidir doğrudan, evdən istidir çöl, isti vurdu məni. İndi ona görə gedim paltarlarımı da yuyum, pastellərim var, xeyli saxlamışam ki, hava istəndə yuyaram. İndi istidir, gedim yuyum olar da sərim inşallah. Can, məcbur Saranı özümdən götürəsi oldu. Çünki qızdırması düşüb, bax belədir. Bayaq qızdırması var idi deyə biraz narahat idi. İndi şükür Nurafin verdim, qızdırması düşdü, yaxşıdır. Ona görə götürdüm özümə. Onsuz da götürəsi idim, çünki evdə qoya bilmirəm. Adam yoxdur da evdə, qaynanam Bakıda da yoxdur burada. Ona görə məcburam özümlə hər yerə aparım. İndi ona görə gedirik qızları götürək, gələk inşallah. Ondan sonra da görək sizə nə çəkirəm, nə iş görürəm inşallah. Yenə sizə çəkərəm. Gəldik, çatdıq, Rənan əmələkən gözləyirik burada. Gördüm, bayaq oradan belə keçdilər. İndi hələ ki gəlib buradan darvazaya çatmayıblar. Elə yavaş gəlir, şükür, gəlirlər. Demişəm ki, biraz tez gəlin. Sara maşındadır deyə onu qoyub düşə bilmədim. Elə müəlliməsinə zəng vurdum ki, deyin gəlsinlər maşınlar olan yerə. Bunların gəlməyinə baxın. Uca savsem yorulublar. Görünür ki, bunlar yorulublar. Ay, Mariankanı itirmişdim. Harda itirmişdin? Ay, mama, mətəfdə yox idi. Sinifinə getdim. Çöldə də yox idi. Heç nə olmaz. Günay müəllimə idi. Tapdın. Hə, müəlliməyə dedim. Yaxşı, lap yaxşı. Sara, bacılar gəldi. Eləmə. Gəldim, burada kağızlar var belə. Yığmışıq, bu çörəyi alanda üstündə verirlər, çörəyi, bu kağızları. Belə də kağızlar var, amma mən istəyirəm elə bunları seçim götürüm ki, bəs mən bu dəfə mebeli siləndə mənə çox adam yazdı ki, həm yazdılar ki, sarı gücü istifadə elə, o çox yaxşı, o yağı, kiri aparır, o qədər əziyyət çəkmərsən. Həm də bir neçə nəfər dedi ki, kağız qoy. Belə kağızlar qoy, sonra da elə bir kağızın üstü toz olsun. Kağızı götür, sonra tulla. Mebelin üstü toz olmur onda. İndi mən də bu kağızları seçdim. Bunlar qalsınlar, bunlar balacadılar. Onsuz da bunları belə qaralama kimi uşaqlar işlədilər dərs edəndə. Bunu nəyə qoyublar bilmirəm. Burada yazmağa yer də yoxdur. Yazıb qoyublar bura. Heç nə qalsın, bunları da sonra seçərəm. Amma bunları seçdim, götürdüm. Bunlar belə yekədirlər də, açacağım. İndi bunu əməl başda yekə olur. Belə yekə olur. İndi aparım bunu mebelin üstünə. Onsuz da təmizləmişəm, təmizdir. Üstünə bunları belə hamısını salım ki, tozlananda bunlar tozlansınlar, sonra da götürüm. Çıxdım bura, kağızlarımı da gətirdim. Bura təmizdir də, onsuz da təmizləmişəm, ona görə rahat kağızları salım. Birinci bunları götürüm, qoyum o birisi tərəfə biraz. Bunu qoyum bura. İndi kağızları salım. Belə.
Əla olacaq. Yaxşı ki, dedilər, çox sağ olsunlar. Vallahi mən doğrudan da bu kanalı açmağıma elə sevinirəm ki, o qədər məsləhətdir. Belə fikirlər alıram ki, bunu tanış adam da dedi, mesaj yazdılar ki, WhatsApp'dakı bəs belə bir şey var, belə eləyin, daha rahat olarsınız da, çox sağ olsunlar. Və mənə də belə eləyəcəm onda. Qəşəng oldu. Belə kağız qoydum. İndi buraların hamısına beləcə kağız eləyəcəm ki, bulananda da eləcə kağız bulansın. Sonra mən götürüm o kağızı tullayım, heç buranı silməyə ehtiyac da olmasın. Bir də o klonkalar dəyişərəm, mebeli də təmizləyəndə. Hər yerə sərdim, bitirdim. Görürsünüz necə oldu belə. Kağız hamısına elədim. Məncə bu daha yaxşı fikirdir ki, elə kirənədə də kağızı götürüm, bunları da hamısını yuyum, təmizləyim də 1 saat buranın qolum ağrıyır hər dəfə təmizləyəndə. Streçdə demişdilər düzün deyim. Sadəcə streç biraz elə bilən burada çətin olardı. Adicə bu kağızı sərdim, qollarım ağrıdı bura. Streç eləsəm lap çətin olardı. Onu kəsmək, streç də biraz yapışır bir-birinə, onu düzəltmək. Ona görə elə kağız elədim. Məncə kağız daha yaxşı olar. Belə dedim, göstərim, çəkim göstərim ki, bəlkə kiməsə fikir olar, kimsə istəyər belə eləmək. Eləsin. Mənim kimi bəlkə bilməyənlər var. Mən də bilmirdim ki, belə eləmək olar. Çox sağ olsunlar, dedilər. Ona görə çəkdim ki, qoy kim istəsə belə bir şey eləsin. Bir də əziyyət çəkməsin sonra təmizləyəndə.